Salam dəyərli izləyicilər, kanalımdakı yeni videomda hər birinizə xoş gördüm. İndi qalxmışam, bu dəqiqə 2-3 dəqiqə olar təxminən. Saat 5-dir. Saat 5-də qalxdım. Səhər yeməyini hazırlayacağım. Biraz üşüyürəm deyə papaq qoymuşum onda. Bugün menümüzdə 240 qram cüral var. Bir hissəsini səhər yumurtadan qarşılayacağım. Buna görə 10 dənə yumurta. Özdə bu cüral suda pişməlidir. Müəllim proqramda yazdığına görə. Buradan Talih müəllimə də salam olsun. Sağ olsun, çox əziyyətini çəkir. Gecənin bir yarısı proqramları göndərir hamısını, sabahki planlama və s. İzahlarını verir. 8 9 bu şəkildə. İndi bunu qaynadacağım. Yarışa son 2,5 həftə qaldı. 2 həftə yarım. Gələn həftə yox. Ondan sonraki həftənin bazar günü yarışdır. İnşallah ki, yaxşı olar. Çəkdiyimiz bu qədər əziyyətlərin bəhrəsini görərik. Sizə çox sağ olun ki, mənə dəstək olursunuz. Allah harbinizdən razı olsun. Səhər yeməyini hazırlayacağım. Bu səhər yeməyini yeyib, ondan sonra idmana keçərəm. Bir gün upper body idmanı var planlamada. Upper body idmanını da sizinlə bölüşərəm. Belə. Demək kəsə. Let's go. Saldı görüşərik. Dəyərli izləyicilər, gəldim zala. Yağış yağır, gördüyünüz kimi göstərdim sizə. Hər yeri su aparıb. Bir təhər gəldim. Nəsə, hər yer su idi ama. Gəldim zala. İndi upper body idmanı eləyəcəm. Yarışma dönəmi haqqında biraz danışmaq istəyirəm sizlər üçün. Necə keçir? Nəticədə yaxşıdır, yaxşı keçir əslində. Biraz yorğunçuluq olur, düzdür, amma ki, yəni də son toxunuşlardır, son həftələrdir. Olmalıdır yəni. Səhər yeməyimi yedim. 10 ədəd yumurta idi. Hamısını tam yemədim. 4 dənəsinin sarısını yedim. Bugün planlamada 50 qram yağ olduğu üçün 20 qramını oradan aldım. 4 tane sarı, bir yumurtanın sarısında təxminən 5 qram yağ var. Səhər yeməyim o şəkildə idi. 4 dənə bundan sonra yeməyim qalır. 4 yemək deyəndən sonra günlük planlama tamamlanmış sayılır. Su bugün su yüklənməsi var 6 litr. Belə. Nəsə, çox uzun tutmayım. Yavaşdan isinmə hərəkətləri edeyim. Sonra ilk hərəkətimiz olan yana açışına idmana başlayaq. Full fokus idman eləmək üçün yəqin ki, sadəcə idmanı çəkəcəm. Ancaq idmana fokuslanacağım. İdmanın sonunda görüşərik. Yarışma önemli. Son həftələrdir ki, artıq saat 5-də qalxmağa başlamışam. 5-də, 5-in yarısı qalxıram səhərlər. Axşam da saat 8-də, 9-un yarısı yatmağa çalışıram. Bildiyiniz, yəni, əskər həyatı yaşayıram da. Elə bir ki, xidmətdəyim. Keçək idmanımıza. Video izləməzdən əvvəl videomu bəyənib, kanalıma abunə olmağı unutmayın. Məndən böyük dəstəyiniz bu olar. Let's go. Yarışa son 2,5 həftə, yəni 2 həftə yarım. İnşallah ki, çempionluğa çox az qalıb. İnşallah ki, yaxşı olar. Haqqımızda xeyirlisi.
izləyicilər, idman bitdi. Sonda da bir hərəkət olaraq pres hərəkət işlədim. Onu daha çəkmədim. Bu şəkildə indi idmandan sonraki yemək yeyəcəm. 350 qram toyuq filesi var burada. 10 qram zeytun yağı. 10 qram zeytun yağı, 10 qram götürəcəm burada. 1 qram duz var. Belə yeməyimiz bu şəkildə. İndi bu yeməyi yeyəcəm. Ondan sonra solariuma gedərəm. Ondan sonra da evə gedərəm. Ondan sonra da 2 dənə yemək qalır. 2 dənə yemək də eyni bunlardan dərə. Göyərti olmalı idi menuda əslində cəfəri yəni. Amma yox idi, yəni almamışdım. Biraz gec oldu deyə. Bundan sonraki yeməklərdə əlavə olaraq cəfər olacaq. Bir də yanında su. Müxtəlif şəkildə. Belə. Yəni ölkədə ilk olaraq 8 həftə yarışmaya 8-9 həftə qalmışdan başlayaraq hər həftə fərqli vloqlar çəkmişəm. İdmanlarımı, günlük vloqlar çəkmişəm. Qidalanma proqramımı sizinlə bölüşmüşəm və s. Yəni bu gedişatı sizinlə bölüşmüşəm. Yəni ölkədə ilk olaraq dəstək olsanız əgər davamı inşallah ki gələcək. Bundan sonra daha yaxşı planlarım var YouTube üzərindən. YouTube'u daha da inkişaf elətdiribsə daha yaxşı faydalar vermək istəyirəm əslində. Dəstək olsanız yaxşı olar. Videomu bəyənib kanalıma dəstək olmağı unutmayın. Buraya Instagramımı qoyacağım. Instagramıma da dəstək olmağı unutmayın. Kimin nə sualı varsa Instagram üzərindən bildirə bilər. Belə. Növbəti videolarda görüşənə dək sağ olun, hələlik.